Salam. 2025-ci il OTK-nın 4-cü sınağının izahına baxırıq. Birinci sualda deyir, daha doğrusu 31. 1699-cu ildə Osmanlı dövləti A variantda Prut müqaviləsi imzalanması, xeyr, bu 1711-dədir. B. Mərkəzi Avropada xeyli ərazilər itirdi. Bəli, söhbət Karlovitsa müqaviləsindən gedir. Həmin müqaviləyə əsasən Osmanlı Mərkəzi Avropada xeyli ərazilər itirmişdi. Krım xanlığının müstəqilliyinin tanınması 1774-cü il Kiçik Qaynarca müqaviləsinə əsasendir. Rusiya Qara dənizdə üzmək hüququ verildi. Bu 1791-ci il Yassı müqaviləsinə əsasendir. Səfəvilər dövlətinin mühüm ticarət yollarını işğal etməsi də çox güman ki, nəzərdə tutulub Pyotrun hücum etməsindən sonra. 32. Qərbi Roma imperiyasından fərqli olaraq Bizans A variantı German tayfalarının hücumlarına məruz qalmışdır. Xeyr, bu Qərbi Romaya aiddir. Bizansın fərqi deyil. B variantı Ərəb xilafəti ilə müharibə aparıb. Bəli, doğrudur. Çünki Qərbi Roma 476-cı ildə süqut etmişdir. Bizans isə 1453-ə qədər davam etmiş və Ərəb dövlətini görmüş və ərəblərlə həm müharibələr aparmış, həm də diplomatik əlaqələr də saxladığı vaxtlar da olmuşdur. Roma imperiyasının qərb ərazilərini əhatə etmişdir. Bu yanlışdır. Bu Qərbi Romaya aiddir. 4-cü əsrin sonlarında meydana gəlmişdir. Bu da yanlışdır. Bizansa və Romanın oxşarlığıdır. İkisi də 395-də yaranıb. Erkən orta əsrlərdə süqut etmişdir. Bu da yanlışdır. Çünki Bizans 1453-cü ildə süqut edibdir. Bu da orta əsrlərin orta dövrünə düşür. 33. Şirvanşahlar və Teymurlər dövlətlərinin tarixinə aid oxşar xüsusiyyətləri müəyyən edin. Türk mənşəli sülalə tərəfindən əsasın qoyulması bu yanlışdır. Çünki Şirvanşahlar ərəb idilər. Qaraqoyunlu dövlətinin hücumlarına qarşı mübarizə aparılması deməli bu doğrudur. Çünki həm Şirvanşahlar, həm də Teymurilər Qaraqoyunluların hücumuna məruz qalmışdı. Məsələn, Şirvanşahlar 1412-ci il Kür çay sahilində döyüşmüş və Qaraqoyunlunun tabeliyinə keçmiş. Teymurilər isə 1458-ci ildə Cahanşah tərəfindən Şirvanşahların, daha doğrusu demək ki, Şirvanşah və Qaraqoyunluların hücumuna məruz qalmışdı və beləliklə paytaxtları Herat tutulmuşdu. Bu da oxşarlıqdır. Yəni bu cümlə hər ikisində oxşarlıqdır. Müəyyən müddət Təbrizdə hakimiyyət ələ keçirməsi bu da doğrudur. Hər ikisinə aiddir. Şirvanşah 1-ci İbrahim 1406-cı ildə Təbrizlilərin çağırması ilə gedib Təbrizdə hakimiyyət ələ keçirmişdir. Eyni zamanda Teymurilər də Əmir Teymurun hücumları vaxtı Azərbaycanda hakimiyyət ələ keçirmişdir. Eyni zamanda da Təbrizdə. Deməli, cavab olacaq 2 və 3 B variantı. 34-cü test. 1920-ci ilin yayında hərbi qüvvələrin Naxçıvan ərazisinə daxil olan dövlətlər söhbət 1920-ci ildə imzalanmış Moskva müqaviləsindən gedir ki, burada isə Osmanlı və Rusiyanın qüvvələri Naxçıvana daxil olmuşdu və orada sülhün bərqərar olmasına nəzarət edəcəkdilər. Sülh məramlılar kimi, necə ki 44 günlük müharibədən sonra Rus qoşunları Qarabağa sülh məramlı kimi daxil olmuşdu. Eyni qaydada da bu iki dövlətin qoşunları 1920-nin yayında daxil olmuşdu Naxçıvana. Cavab olacaq 2 və 3. 2 və 3 B variantındadır. Növbəti testdədir. 35-ci test. 15-ci əsrin 70-ci illərində Moskva knyazlığından Ağqoyunlu dövlətinə elçi göndərməsinin məqsədini müəyyən edin. 1. Qızıl Ordu dövlətinə qarşı ittifaq yaratmaq. Bəli, belə bir fikri var idi Moskva knyazlığının. Bir də iki dövlət arasında ticarət əlaqələrini genişləndirmək. Bu da olar. Çünki 3-də göstərilən Qafqazda İngiltərənin Moskva şirkətinin fəaliyyətinin qarşısını almaq belə bir fikir yoxdur. Ümumiyyətlə, Moskva şirkəti Antoni Jenkinson 16-cı əsrin 50-ci illərində müqavilə imzalamışdı Səfəvilərlə. Ağqoyunlularla belə bir müqavilə yoxdur. Trabzon torpaqlarını geri almaq üçün Ağqoyunluya yardım, belə bir cümlə də keçmir orada. Belə fikir yoxdur, hadisə yoxdur.
5 Ağqoyunlu tacirlərinin yenidən Qaradənizə birbaşa çıxışını təmin etmək kimi də fikir yoxdur. Ona görə də cavab olacaq 1 və 2 Y variantı. 36. 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatından sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilmiş tədbirlərə aiddir. A variantı Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının sancılması bu aid deyil, çünki Xudafərində Azərbaycan bayrağının dalğalanması 2020-ci il 44 günlük müharibə zamanı olmuşdu. Deməli 18 oktyabrda. B variantı Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi. Bu da böyük quruculuq vaxtı olmuşdu. 2021-ci ilin oktyabrında açılmışdı Füzulidə Beynəlxalq Hava Limanı. Hərbi Qənimətlər Parkı 2021-in aprelindədir. D variantı Xankəndində Zəfər Paradı. Bəli, bu antiterror əməliyyatından sonra olmuşdur. Çünki Xankəndi, Xocavənd əraziləri bizə demək antiterror əməliyyatından sonra qaytarılmışdı. Y variantı Metropolitenin 8 noyabr stansiyasının istifadəyə verilməsi. Bu da 2021-ci ilin may ayında olmuşdu. Ona görə antiterrordan sonra olmuş hadisəyə aid etmirik. 37-ci test. Deməli, burada 1-də 1905-1911-ci illər Səttarxan və Bağırxanın üsyanının tarixi verilib. 2-də 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabaninin üsyanının tarixi verilmişdir. Digəri isə 1941 və 1946-cı illər Pişəvərinin başçılığı ilə Cənubi Azərbaycanda baş vermiş hərəkatın tarixi verilibdir. A variantı Təbrizin Demokratik Hərəkatın mərkəzinə çevrilməsi. Mütləq A gedəcək 4-ə və biz baxırıq 4-də A 2 yerdə var. A və Y variantlarında. O zaman bir A variantını yoxlayaq. Burada 1-ə CD veribdir. 1905-11-ci illərə Xiyabaninin Qacar hökuməti. Xeyr, bu düz gəlməyəcək. O zaman Y-yə baxırıq. Deməli, cavab Y-dir. 1-ə B gedəcək. İlk dəfə qanunverici səlahiyyətə malik əncümən. Bəli, bu 1905-11-dədir. 2-yə C gedir. 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabanı Qacar hökumətində muxtariyyət tələb edir. Bəli, bu da doğrudur. İlk dəfə muxtariyyət Cənubi Azərbaycanda Xiyabani tələb edibdir. 3-də D-yə gedir. 1941-46-cı illərə Azərbaycan dili Cənubi Azərbaycan ərazisində dövlət dili elan olunub. Bəli, orada dil, aqrar və əmək haqqında qanunlar var idi. 1946-cı il hökumət 45-46-cı il hökumətinin qərarlarından idi bu. Və əmək haqqında qanun da, bəli, dediyim kimi əmək haqqında qanun da 46-cı ildə var. Deməli, cavab Y variantıdır. 38-ci test. Uyğunluğu müəyyən edin. 1514 və 1555-ci il müharibəsi, Səfəvi Osmanlı müharibələrinin 3 dövrünə aid olan hadisələri tapacaq. 1-in A variantında deyir, Səfəvilər Şərqi və Cənub-Şərqi Anadolunda ərazi itirir. Bəli, doğrudur. Çaldıran döyüşündən sonra Səfəvilər bu əraziləri itirmişdi. Deməli, mütləq 1-ə A gedən götürürük. 1-ə A isə 2 yerdə var. A və C variantlarında. Təbrizin Sultan Səlimin qoşunları tərəfindən işğal edilməsi. Bəli, bu da var. Çünki Sultan Səlim Təbrizi tutur. Amma Süleymanın, daha doğrusu İsmailin gələ biləcəyindən narahat olaraq çıxıb gedir. Bir də onun əskərləri yorulmuşdular. O yüzden o çıxıb gedir. Ərzincan müşavirəsi isə müharibədən əvvəldir. Ona görə də C getmir. 1-ə AB elə bizim 2 variantımızda da var. A-da da C-də də. O zaman 2-yə baxırıq. 1578-1590-cı illərdəki müharibəyə aid hadisə götürməliyik. A variantında Çıldır döyüşündə Osmanlıların qalib gəlməsi doğrudur. Deməli, 2-yə mütləq A getməlidir. Görək C gedirmi? Şah 2-ci İsmailin hakimiyyəti dövrünə başlaması. Xeyr, müharibə Xudabəndənin dövründə başlayıbdır. Çünki 1576-77-ci illərdə İsmail hakimiyyətdə oldu və o sui-qəsdlə öldürülmüşdü.
müharibə onun dövründə olmayıbdır. Amasya müqaviləsi yekunlaşması yanlışdır. Bu 1-ci müharibəyə aiddir. O zaman 2-yə də A götürürük. Deməli cavabımız olacaq C variantı. 3-ə də C gedəcək. 1603-1639-cu illərdəki dövrünə yazıb Şirvan və Gəncənin Osmanlı əsarətindən azad edilməsi. Bəli, belə bir hadisə var. 1605-1607-ci illər ərzində Şah Abbas həmin əraziləri azad etmişdi. Digər testə baxırıq. 2-ci Vaçenin xristianlığı təbliğ etməyə başlaması Albaniyada 457-463-cü illər Sasanilər dövlətinə qarşı azadlıq hərəkatının baş verməsinin nəticəsini soruşur. A variantında yazır, Urnayrın xristianlıq dövlət dini elan etməsi. Xeyr, bu 313-cü ildə olmuş hadisədir. Urnayr 313-371-ci illərdə hakimiyyətdə olmuşdu. B variantı, Albaniyada hakimiyyətin Sasani mərzbanlarının əlinə keçməsi. Bəli, cavab B-dir. Çünki 1-ci hakimiyyətçilik 463-493-cü illərdə başlayır. Məzdək hərəkatının yatırılması aid deyil. Məzdək 481-529-cu illərdə olubdur. Ərəblərin Azərbaycan işğalçı yürüşü də bu əlaqəsizdir. Çünki Ərəb dövləti heç yoxdur. 630-da yaranır. Amid döyüşünə Romalıların məğlub edilməsi də 300-lərdədir. 359-cu ildədir. Bu hadisə ilə heç bir əlaqəsi yoxdur. 40-cı testə baxırıq. Qədim Manna dövlətinə aiddir. İranzu tərəfindən dövlətin əsas qoyulması yanlışdır. Harda bir varsa gedir. İskit tayfaları ilə birlikdə Urartuya qarşı mübarizə aparılması, Urartu ilə İskitin Mannadakı fəaliyyəti paralel deyil. Eradan əvvəl 714-cü ildə Urartuya qarşı mübarizə bitmişdi. Eradan əvvəl 7-ci əsrin əvvəllərində isə İskitlər gəlmişdilər. O zaman 2 də çıxır. Midiya dövlətinin tabe edilməsi, bu da yanlışdır. Çünki Manna Midiyanı tabe etməyib, əksinə Midiya Mannanı eradan əvvəl 590-cı ildə özünə tabe etmişdi. 4. Ağsaqqallar Şurasının hökmdardan asılı olması, bəli, bu doğrudur. Bir də eradan əvvəl 8-ci əsrin ikinci yarısından başlayaraq hakimiyyətin irsən keçməsi, bəli, İranzun dövründən başlayaraq artıq hakimiyyət irsən keçir. Ona görə də cavab olacaq 4 və 5 D variantı. 41-ci testə baxırıq. Uyğunluğu müəyyən edin. Azərbaycan 3-cü Respublika dövründə, yəni müasir Azərbaycan Respublikasının dövründə olan hadisələri götürməliyik. 20-ci əsrin 90-cı illərin 1-ci yarısı Gəncənin tarixi adının bərpa edilməsi, bu 1989-cu ilin dekabrın 30-unda olmuşdu. BMT-yə üzv qəbul olması 1992-ci ilin martın 2-sində olmuşdu. Torpaq islahatı haqqında qanun Heydər Əliyevin vaxtında 1996-cı ildə verilmişdi. Deməli, 90-cı illərin 1-ci yarısına B gedəcək. 1-ə B gedən variant tapırıq. 1-ə B isə 2 yerdə var. D variantı və Y variantında. 20-ci əsrin 90-cı illərin 2-ci yarısı NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qəbul olunması, bu 1994-cü ildədir. Konstitusiya Məhkəməsi 1998-ci ildədir. Bakı Subsa Qərb neft kəməri isə 1999-cu ildədir. O zaman 2-yə də BC gedəcək. Deməli, cavab olur. Hansı variant? 1-ə B, 2-yə isə BC, Y variantı. 41-də oldu Y. Digərlərinə baxırıq. 42-ci testdə deyir, 17-ci əsrdə Avropada iqtisadi sahədə merkantilizm siyasətinin meydana gəlməsinə təsir göstərdi. Cavab burada olacaq müstəmləkə işğalları və ticarətin inkişafı, çünki digərləri düzgün deyil. 43. Doğru cavabı müəyyən edin. Dərbənd əmliyinin yaranması nəticəsində Azərbaycanın şimalında Sasanilərin hakimiyyətinə son qoyulması, bu yanlışdır, çünki Dərbənd əmliyi Ərəblər dövründə yaranmışdır. 9-cu əsrin 60-cı illərində Sasani dövləti 651-də süqut edibdir. Mərziban İbn Məhəmmədin Azərbaycan torpaqlarını birləşdirməsi nəticəsində Salarilər dövləti ilə Ərəb xilafəti arasında müharibənin başlaması, bu da yanlış cavabdır. Çünki Salarilər dövləti ilə Ərəb xilafəti arasında müharibə Mərziban İbn Məhəmmədin Azərbaycanı birləşdirməsindən əvvəl baş vermişdi. O həmin müharibədən sonra o həbs olundu, həbsdən
aldıqdan sonra Şirvanşahları tabe etmişdi. 3. Şədadilər dövlətinin alanların yürüşünə məruz qalması nəticəsində Fəzl İbn Məhəmmədin Xudafərin körpüsünü inşa etdirməsi. Bu da yanlışdır, çünki Xudafərin körpüsünü alanların yürüşünə görə Fəzl İbn Məhəmməd inşa etdirməyibdi. Deməli, Xudafərin körpüsü iqtisadi və hərbi məqsədlə inşa olunubdur. Alan yürüşlərinə qarşı isə Əbləşbər Şavur Gəncə qala qapılarını və Gəncənin hasarlarını tikdirmişdi. Usta İbrahim Osmanoğluya 1063-cü ildə. 4-cü cavabda deyir ki, 1-ci Fərbursun Səlcuq dövlətini tabe etməsi nəticəsində Azərbaycanın Səlcuqlar tərəfindən tutulmasının başa çatdırılması. Bu doğrudur. Səlcuq dövlətinə tabe edilməsi nəticəsində 1063-1096-cı illərdə hakimiyyətdə olmuş 1-ci Fərburs 1066-cı ildə Səlcuqlara tabe olmuş və bununla da Azərbaycanın Səlcuqlar tərəfindən işğalı başa çatdırılmışdı. 5. Azərbaycana Oğuz tayfalarının axınlarının baş verməsi nəticəsində Bizans və erməni, gürcü feodalları Azərbaycan deməli basqınlarının qarşısı alındı. Bəli, doğrudur. Səlcuqların Azərbaycana gəlişi Azərbaycanın xristian hücumlarından qoruyur. Cavab olacaq 4 və 5 Y variantı. 44. Almaniya 1941-ci ilin iyun ayında seriya hücum etməklə nəyə nail oldu? A. Yalta konfransında qərb sərhədlərinin tanınmasına nail olur. Xeyr. Yalta konfransı 1945-dədir. Krım konfransının digər adıdır. 45-in fevralında. B variantı Versal-Vaşinqton sistemini iflas etdirməsinə səbəb olur. Bu da yanlışdır. Versal-Vaşinqton sistemini Almaniya ümumi hərbi mükəlləfiyyəti bərpa etmiş və hərbsizləşmiş Ren zonasına qoşun çıxartmaqla iflasa uğratmışdı. C variantı Molotov-Ribbentrop paktının şərtlərini pozur. Bəli, Molotov-Ribbentrop paktı 1939-cu ilin avqustunda Almaniya ilə SSR arasında imzalanmışdı və 10 il bir-birinə hücum etməmək haqqında və Polşanın bölüşdürülməsi haqqında razılığa gəlmişdilər. Almaniyanın seriya hücumu ilə isə bu pakt pozulmuş olur. Millətlər Cəmiyyətindən 1926-da çıxmışdı. İlk dəfə Almanların yaşamadığı ərazilərin işğal edilməsi isə bu dövrdə deyil, çünki artıq Almaniya bütün Avropanı demək olar ki 41-ci ilə qədər işğal etmişdi. 45. 1924-cü ildə ABŞ tərəfindən hazırlanmış Daus planı nəzərdə tutur. Daus planı Almaniyadan təzminatın alınmasının vaxtının uzadılması haqqında idi. Bu isə Y variantında verilmişdir. Almaniyadan alınacaq təzminatın ödənilmə vaxtı uzadılması. Digəri isə uyğun deyil. Digər variantlar uyğun deyil. 46-cı test. Qərbi Roma imperiyasının varlığına son qoymuşdur. Uyğunluq gözlənilmişdir. Düz cavabı tapacaq. Deməli, Qərbi Roma imperiyasının varlığına son qoyulmuşdur. 4-cü əsrin 90-ı bu yanlışdır. Çünki 395-də Qərbi Roma yaranır. Varlığına son qoyulması 476-da Germanlar tərəfindəndir. B variantı Frank imperatoru Böyük Karl ərəbləri məğlub etdi Poitiers döyüşündə. Bu da yanlışdır. Çünki Poitiersdə Karl yox, Karl Martel döyüşmüşdü. C variantı Müqəddəs Roma imperiyası meydana gəldi. Verdemi, bu da yanlışdır. Müqəddəs 962-ci ildə yaranmışdır. Amma Verden müqaviləsi əsasında İtaliya, Fransa və Almaniya dövlətləri yaranmışdır. D variantı Bizansla Böyük Səlcuq dövləti arasında müqavilə imzalanıb 11-ci əsrin 70-ci illəri. Bəli, doğrudur. Çünki 1071-ci ildə baş vermiş Malazgirt döyüşündə Bizans məğlub edilmiş və daha sonra müqavilə imzalanmış və müqaviləyə əsasən Bizans Səlcuqlara vergi verməli və lazım gəldikdə qoşun verməli idilər. Eyni zamanda Anadolu həmişəlik Türk torpağına çevrilməli idi. Y variantı da yanlışdır. O zaman Kordova vilayəti ilə mübarizə aparmışdır Bizans imperatoru Justinian. Justinian 527-565-ci illərdə hakimiyyətdə olmuşdur. Kordova xilafətin isə Əməvilər süqut etdikdən sonra yaranmışdır. Ona görə də bu da 756-cı ildə, ona görə bu da uyğun deyil. 47-ci sual. Xəritədə ulduzla işarələnmiş dövlətlərin tarixində
18-ci əsrin 20-ci illərinə aid oxşar cəhəti müəyyən edin. Xəritədə ulduzla işarələnmiş dövlətlər Rusiya və Osmanlıdır. Demək, burada A variantı Baltik dənizindən çıxış uğrunda İsveçlə müharibə bu Rusiyaya aiddir. 1700-1721-ci il Şimal müharibəsində olmuş, ruslar qalib gəlmişdi. B variantı Səfəvilər dövlətinin ərazisini işğal etmələri. Bəli, 1724-cü ildə Səfəvilər dövlətinin ərazisi 3-cü İstanbul müqaviləsinə əsasən Rusiya ilə Osmanlı arasında bölüşdürülmüşdü. Ona görə də elə B-ni götürürük, digərləri isə yanlışdır. 48-ci testə baxırıq. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılmasının əsas rol oynamışdır. Nadir Şah Əfşarın Avropa dövlətlərinə hərbi gəmilər alması bu yanlışdır. Çünki Nadir Şah Əfşar Osmanlı ilə müharibə ucbatından donanma yarada bilmir Xəzərdə. Türkmənçay müqaviləsində də donanma yaranmır. Azərbaycan Xəzər dənizinə ilk dəfə hərbi müdaxiləyə məruz qalması Slavyanlar vasitəsilə idi. O da aid deyil. Mərzban İbn Məhəmməd tərəfindən donanma. Xeyr, Mərzban İbn Məhəmmədin dövründə hərbi donanma yox, ticarət gəmiləri üzmüşdü. Y variantı İngiltərənin Xəzərdəki donanmasının bir hissəsini Azərbaycan Xalq Cümhuriyyətinə verməsi doğrudur. 1919-cu ilin yayı AXC-nin dövründə ingilislər öz gəmilərindən bəzilərini Bakıda qoyub çıxmışdılar. Xəzər dənizində bu zamanda bizim ilk donanmamız yaranır. 49. Qızıl Ordu dövlətinin əsası qoyulmuşdur. 13-cü əsrin sonu 14-cü əsrin əvvəli yanlışdır. Çünki Qızıl Ordu 1243-cü ildə yaranıb. Hülaki xanın Azərbaycanı işğal etməsi bu Hülaki dövlətidir. Onun qurultayının qərarlarına isə bu yanlışdır. Monqol dövlətidir. Abbasilər xilafətinin varlığına son qoyması bu da Hülaki dövlətidir. Monqolların qərbə doğru yürüşlərinin nəticəsi bəli, Batı xan 1235-ci ildə Qaraqorun qurultayından sonra qərbə doğru yürüş edir və nəticədə Qızıl Ordu dövləti yaranır. 50-ci test. Şimali Azərbaycanda demokratik hərəkatın 1905 və 1907-ci illər dövrünə aid səciyyəvi xüsusiyyəti müəyyən edin. Muxtariyyət tələbinin irəli sürülməsi bəli, 1905-ci il Qeyrət Partiyasının proqramında Azərbaycana ilk dəfə muxtariyyət verilməsi tələbi irəli sürülmüşdü. Milli siyasi partiya və təşkilatlar bəli, 1905-7-ci illərdə artıq bir neçə partiya və siyasi təşkilat yaranmışdı. Məsələn, Qeyrət, Difai, İttifaq kimi. O zaman cavab olacaq 1 və 2. 1 və 2 də A-dadır. 51. Eldənizlər dövlətinin mövcudluğu dövrə uyğun gəlir. Eldənizlər mövcud olubdur 1136-cı ildən 1225-ci ilə qədər. Qazan xanın məhkəmə rabitə sahəsində islahat keçirməsi xeyr. Qazan xan 1304-cü ilə qədər 1295-1304-cü illərdə hakimiyyətdə olmuşdu. O zamanda eldənizlər yox idi. Azərbaycanda alınan gezit vergisi ödəməsi, əhalinin gezit vergi ödəməsi, bu da Sasanilər dövründə can vergisidir. Bu da yanlışdır. C variantı şərqə doğru baş vermiş Xaçlı yürüşlərin sona çatması. Xaçlı yürüşlər 13-cü əsrin sonlarında sona çatır. O zaman bu da deyil. Terek döyüşündə Teymurlərin qalib gəlməsi ola bilməz. Bu da 1495-ci ildədir. Daha doğrusu 1395-ci ildədir. Y variantı Böyük Monqol dövləti 1206-cı ildə yaranmışdır. Bu da eldənizlərin mövcudluğu dövrə uyğun gəlir. Cavab Y-dir. 52. Azərbaycanda mezolit dövrü yeniliklərin neolit dövründə davam etdirilməsinin nəticəsində, yəni elə bir hadisə götürəcək ki, mezolitdə yaranmış, neolitdə isə davam etmişdir. 52-ci testdə. İstehsal təsərrüfatı formalaşdı. Bəli, mezolitdə yaranan istehsal neolitdə formalaşır. Müxtəlif heyvanlar əhəlləşdirilir. Bəli, mezolitdə başlanan heyvan əhəlləşdirilməsi neolitdə davam edir. 1-2 olmalıdır cavab. Biz yenə də digərlərinə baxaq. Metaldan məişət əşyası bu yanlışdır, çünki eneolitdədir. Qəbilədə qadınların mövqeyi güclü idi. Mezolitdə başlamır qəbilə quruluşu, ona görə 4-ü götürmürük. Əkinçilikdə qoşqu heyvanlarından istifadə edilirdi. Qoşqu heyvanları isə erkən tuncdadır. O zaman cavab 1 və 2 D variantı olacaq. 53-cü test. Xronoloji ardıcılığı müəyyən edin. Ərəb xilafətinin meydana gəlməsi eramızın, daha doğrusu 630-cu ildən Dənəkan döyüşünün baş verməsi
1040-cı il, ərəblərin Qərbi Avropaya yürüşlərinin qarşısının alınması isə 732-ci ildir. O zaman cavab 1, daha sonra 3, daha sonra isə 2 olacaq. 54-cü test. 20-ci əsrin əvvəllərində Böyük Britaniya Fransanın Mərakeşdə hakimiyyətini tanıdı verib. 2. Cənubi Afrikanın işğalını başa çatdırdı. Daha sonra 3. Cənubi Saxalin və Mancuriyanın şərqi sağalığına nail oldu. Xeyr, Böyük Britaniyada Saxalin və Mancuriya tutulması kimi bir hadisə yoxdur. Bu, Rus-Yapon müharibəsi dövründə olmuşdu. Hindistan uğrunda mübarizəyə başlanması isə Ostin şirkəti vasitəsilə daha əvvəllər, yəni 16-cı əsrdə olmuşdur. O zaman cavab 1 və 2 olacaq. Çünki Cənubi Afrikanın işğalının başa çatdırılması da 1910-cu ildə Cənubi Afrika İttifaqının yaranması ilə olmuşdur. 55-ci test. Eramızdan əvvəl 3-cü əsrə aiddir. Atropatena dövlətinin Selevkilərin işğalı altında olması. Bəli, eradan əvvəl 223-cü ildə Selevkilər Atropatenanı tutublar. Karfagenin Romanın əyalətinə çevrilməsi. Xeyr, bu eradan əvvəl 146-dır. Alan tayfalarının Albaniya ərazisinə hücumlarının başlanması isə eradan əvvəl deməli yox, bizim eradadır. 1-ci, 3-cü əsrləri əhatə etmiş, 72-74-cü illər ən böyük yürüşlərdir. Hindistanda vahid dövlət isə bəli, 3-cü əsrdə Aşokanın dövründədir. 56-cı testə baxırıq. Azərbaycanda 1-ci və 2-ci Respublika tarixinə aid oxşar xüsusiyyətləri müəyyən edin. 1-ci Respublika 1918-ci il mayın 28-dən 1920-ci ilin aprel ayının 28-nə qədər davam etmiş Azərbaycan Xalq Cümhuriyyətidir. 2-ci Respublika isə 1920-ci ildən başlamış 1991-ci ilə qədər davam etmiş Azərbaycan Sovet hökumətidir. 1. Konstitusiya qəbul edilməsi Sovet hökuməti dövründə olsa da, AXC dövründə konstitusiya yox idi. 2. Gürcüstanın Azərbaycana qarşı razzidiyaları olması. Bəli, hər iki dövrdə Gürcüstan Azərbaycana qarşı razziddiyası etmişdi. 3. Torpaqların kəndlərə pulsuz paylanması. Sovet hökumətinin ilk dövrlərində torpaqlar kəndlərə pulsuz paylanılsa da, 1-ci Respublika dövründə aqrar islahat həyata keçirilmədi. Ona görə ki, götürmürük. Latın qrafikalı əlifbaya keçilməsi. Sovet hökuməti dövründə Latın qrafikalı əlifbaya keçilsə də, amma AXC dövründə əlifba islahatını həyata keçirmək alınmadı. 1919-cu ilin deməli mart ayında əlifba islahatı komissiyası yaradılsa da, islahat həyata keçirilmir. Tədrisdə Azərbaycan dilindən istifadə isə hər iki dövrdə var. Deməli, cavab 2 və 5 olacaq. 57. Soyuq müharibə dövründə Türkiyə və Böyük Britaniyaya aid olan hadisələr tapmalıyıq. Truman doktrinası əsasında hərbi yardım alması təbii ki də Türkiyəyə aiddir. Brexit planının irəli sürülməsi Britaniyaya aid edilsə də, amma soyuq müharibəyə düşmür. Çünki Brexit planı 2020-ci ildə Böyük Britaniyanın Avropa İttifaqından çıxması idi. Falkland adalarına sabitlik uğrunda mübarizə 1982-ci ildə Böyük Britaniyaya aiddir. 2-yə C götürəcək. Yunanistanın enozi siyasətinə qarşı Kipr adasına qoşun yeritməsi isə soyuq müharibə dövründə Türkiyəyə aiddir. D-ni götürəcək 1-ə. Çünki bu olubdur 1974-cü ildə soyuq müharibədə 1946-dan 1991-ci ilə qədər davam etmişdi. Montre konferansında boğazlara dair üstünlüyün qazanması isə 1936-cı ildədir. Burada hələ ki soyuq müharibə başlamayıb, yedə qalır qıraqda. Situasiyaya baxarıq. 19-cu əsrin əvvəlində Qacarlar dövlətdən Cənubi Qafqaza ərazi iddiaları Çar hökumətinin əsaslı addımlar atmağa məcbur etdi. Şərqi Gürcüstanın işğal edilməsi, Azərbaycanın Qazax borçalı ərazilərini ələ keçirilən Rusiya diqqətini Carbələkənə yönəldir. Şərqi Gürcüstan 1801-də işğal olunmuşdu. Bu arada bunu deyək, baxarıq sonra şərtlərə. Carbələkən cəmaətlığına yönəltdi. Bölgənin coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır, lakin yerli əhalinin və dağlıq xalqların birgə müqaviməti buranın işğalını çətinləşdirir.
Cərbəkən 1803-cü ildə işğal olunubdu. Andlı öhdəlik də imzalanmışdı orada. Qanıq çayı sahilindəki döyüşlərdən sonra Çar komandanlığı yerli əhali ilə razılaşmaq qərarına gəldi. Tərəflər arasında imzalanmış sənəd ilə cəmaətlıq Rusiyanın himayəsi altından keçdi. Bununla da Rusiyanın Azərbaycan içərilərinə doğru irəliləməsində mühüm addım atıldı. Gəlin indi görək nə soruşur. Mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalını sürətləndirən əsas amili yazın. Əsas amil odur ki, Azərbaycan feodal dağınıqlıq dövrünü yaşayırdı, parçalanıb xanlıqlara bölünmüşdü, vahid dövlət yox idi. 59. Mənbədə bəhs olunan sənədin şərtlərindən ikisini yazın. Mənbədə andlı öhdəlikdən danışılır. Andlı öhdəlik yeni şərtlərinə əsasən cəmaətlıq demək ki, Rusiyaya xərac verməli idi. İpəkçilər eyni zamanda Rus qoşununu saxlamalı idi. Bir də sədaqət əlaməti olaraq bir nəfər girov verməli idi. 60-cı test deyir, bəhs olunan dövrdə Qacarlar dövlətinin Rusiyanın işğalçı hərəkətə keçməyə vadar edən mətndə verilməyən addımı yazın. Niyə deyir Qacarlar dövləti Rusiyanı işğalçı hərəkətə keçirməyə vadar edən mətndə verilməyən addımı yazın. Yəni Qacarlar dövləti nə etdi ki, Rusiya işğalçı hərəkətə keçdi. Burada cavab 1801-ci ildə İngiltərə ilə Qacarlar arasında bağlanmış müqavilədir. Bu qədər.